Zəngli saatı dinlərsən, gözlərini aç, dişini təmizlə, qəhvəni değiş, pultu əlinə al sən. Tezdən oyan səhər, tezdən oyan səhər, bizimlə oyan. Tezdən oyan. Tezdən oyanın dostları, evimiz mağazası, Həyat İstirahət Mərkəzi, Proterin İstilik Sistemləri mağazası, Oakville pəncərə filtrləri və Amiga taksi sifarişi xidmətidir. Tezdən oyan. Gülüşünle bu dünya gülecek. Her gelişinle gün hoş gelecek. Rahmet yarım birce defa dünya gülsün. Gülüşünle kalbin gülsün, gözlerin gülsün. N'olar yarım birce defa dünya gülsün. Gülüşünle kalbin gülsün, gözlerin gülsün. Danışıram ki sen belki gülesen. Hey, çalışıram ki sen tek gülesen. Ah rahmet yarım birce defa dünya gülsün. Gülüşünle kalbin gülsün, gözlerin gülsün. N'olar yarım birce defa dünya gülsün. Gülüşünle bəxtim gülsün, talihim gülsün. O gül göçen güldü, mən onu çok sevirəm. İncilərdən incə güldü, mən onun üçün ölərəm. Baxdı mənə incə güldü, həyatım güldü. Sevirəm incilərdən incə güldü. Mən onun üçün ölərəm, baxdı mənə incə güldü. Həyatım güldü. O gül gönçən güldü, incilərdən incə güldü. Baxdı mənə incə güldü. Həyatım güldü. Hey, o gül gönçən güldü. Mən onu çox sevirəm, incilərdən incə güldü. Mən onun üçün ölərəm, baxdı mənə incə güldü. Hayatım güldü. Əbdülxalidə burada minnətdarlığımızı bildirir. Bu cür gözəl musiqi sədaları altında sabahımızı açdıq. Sizi də əziz tamaşaçılar, sabahınız xeyir olsun. Tezdən oyan verilişinə baxırsınız. Biz də çalışacağıq ki, bugünkü verilişi sizi, səhərinizi tam olaraq pozitivə kökləyək və xoş əhval-ruhiyyə bəxş edək. Və Kənan, xoş gəlmişsən səni. Xoş gördüm. Və bu günləri də mənim ilk efirimdir. Görək necə alınır. Əslində həyəcan yoxdur, çünki artıq bu öyrəşmişəm bu havaya. Amma bugün daha çox aparıcı missiyasındasan. Yanımda sənin kimi profesional insanlar, ona görə özümü itirmirəm. Təşəkkür edirəm. Dəyərli izləyəcəyimiz, hər birinizi salamlayırıq. İstirahət gününüzdə çalışırıq. Səmimi, xoş, gözəl ab-havada gələk və bizimlə olacaq saatda sizə çox maraqlı məsləhətlərimiz olacaq. Musiqili, əyləncəli bir veriliş sizə təqdim edəcək. Ona görə də tezdən oyananlar televizorunuzun pultlarını mütləq yüklüyün, köklüyün. Hara? Lider telekanalına və tezdən oyana. Tezdən oyan. Dəyərli izləyicilərimiz, hər zaman
çalışırıq. İstirahət günü olmasına baxmayaraq, bəzən çalışan, işləyən insanların efir qarşısında olmaq məhdudiyyəti var və düşünürük ki, istirahət günlərində bu imkanı onlara yaradır, yəni işlədiyi, çalışdığı şirkətlər. Və bugün də bizim qonağımız var. Mən istəyirəm ki, təqdim edim Türk Endokrin və Metabolizm Dərnəyinin fəxri üzvü, Türk Diabet Cəmiyyətinin üzvü, həkim, endokrinoloq Sevinç Əhmədova. Xoş gəlmişsiniz, Sevinç xanım. Xoş gəlmişsiniz, Sevinç xanım. Necəsiz, Sevinç xanım, istirahət günündə? Çox sağ olun. İfalarımız xoşunuza gəldi mi? Çox bəyəndim. İlk sualımı vermək istəyərdim həkimimizə. Şəkərli diabet ümumiyyətlə nədir və yaranma səbəbləri nədən ola bilər? Əvvəla, dəvətiniz üçün çox sağ olun, təşəkkür edirəm. Şəkərli diabet orqanizmdə karbohidrat mübadiləsinin pozulması ilə gedən insülinin nisbi və mütləq çatışmazlığı ilə və qanda xroniki hiperglikemiya ilə xarakterizə olunan bir xəstəlikdir. Yəni, şəkərli diabet son dövrdə çox sürətlə yayılır. Demək olar ki, bu qeyri-infeksion xəstəlik olduğuna baxmayaraq, bu əsrin bir epidemiyasıdır. Yəni, 21-ci əsrin bir pandemiyasıdır bu. Yəni, şəkər xəstələri günü-gündən sayıca çoxalır. Hal-hazırda 422 milyondan artıq şəkər xəstəsi var. Yəni, belə deyək, hər 11 insandan biri şəkər xəstəsidir. Bu ciddi rəqəmdir. Bəli, çox ciddi rəqəmdir. Azərbaycanda 200 mindən artıq şəkər xəstəsi var və getdikcə hesablamalara görə şəkər xəstəliyinin sayı artır sürətli şəkildə və 2040-cı ildə 640 milyon şəkər xəstəliyi olacağı, şəkər xəstəsi olacağı güman olunur. Bu da hər 10 insandan birinin şəkər olması deməkdir. Demək, əhali arasında şəkər olduğunu bilənlərin yarısı qədər insanlar da şəkərli diabetdən əziyyət çəkdiyini bilmirlər. Bəs ilkin əlamətləri nədir? Hardan bilmək olar ki, səbəbləri? Şəkərli diabet ümumiyyətcə tiplərə bölünür. Yəni, birinci tip şəkərli diabet, bu xəstəliyin haradasa bir 15%-ni təşkil edir. Burada insan orqanizmində insülin ifrazı tamamilə dayanmış olur. Yəni, məədaltı vəzi insülin ifrazı etmir. İkinci tip şəkərli diabet isə şəkərli diabet xəstələrinin haradasa bir 80%-ni təşkil edir. İkinci tip şəkərli diabet zamanı orqanizmdə insülin olur. Sadəcə olaraq bu insülin glukozanı toxumalara keçirtmir. Belə deyək, biz yaşamamız üçün bizim enerji mənbəyimiz yediyimiz qidalardan sorulan glukozadır. Orqanizmimizə sorulmuş glukozadır. Yəni, bu glukoza toxumaya keçə bilmirsə, belə deyək, insülin bir açar olaraq qıfılı aça bilmir və uyğunsuzluq olur. Bu zaman qanda insülin artır, toxuma isə hipoksiya olur. Toxumada insülin azlığı olur və getdikcə orqanizm bunu kompensə etmək üçün başlayır çox insülin ifraz eləməyə və bir müddətdən sonra məədaltı vəzi artıq öz rezervini itirir. Yəni, ondan sonra artıq daha ağır fəsadlar olur. Demək olar ki, digər tiplər də var. O tiplərdə az rast gəlinir. Bir də gestasyon diabet var. Hansı ki, gestasyon diabet hamiləlikdə rast gəlinən diabetdir, hamilələrin diabetidir. Amma bu diabet hamiləlik başlaması, bitməsi ilə sona yetir. Həmin sürədə olur. Hamiləlik dövründə olur və bu dövrdə mütləq həmin xəstələr endokrinoloq ciddi nəzarətində olmalıdır. İstənilən bir hamilə qadın hamiləliyin 24-28 həftəsində, yəni diabet olma ehtimalı var və yox, bir aidiyyəti yoxdur, mütləq insülin şəkər yükləmə testi olunmalıdır istənilən hamilə qadına və şəkər olma ehtimalı aşkarlanmalıdır. Bir də var, biz dedik birinci tip, ikinci tip diabet. Birinci tip diabet cavanların diabetidir. Yəni 35-40 yaşa qədər rast gəlinən. İkinci tip diabet yaşlıların diabetidir və var modi tip, lado tip diabetlər. Bunlar isə fərqli diabetlərdir. Yəni cavanlarda yaşlılar kimi diabet olmağa, məsələn, uşaq yaşlarında diabet olub, ancaq insülin ifraz eləmir, şəkərsalçı həblərdən istifadə edirik və yaxud yaşlılar ilk diabet aşkarlanan kimi biz bu xəstələrdə yoxlayırıq, insülin rezervi yoxdur. Yəni, məcburən biz onlara tam insülin terapiya təyin edirik. Yəni, bunlar daha az rast gəlinən tiplərdir. Çox maraqlı, belə ard-arda informasiya verdiniz. Mənim fikrimdə çox suallar yarandı. Kənanda da eynən. Mən isə tamaşaçılara bildirmək istəyirəm ki, qonağımız, bir daha təqdim eləyək ki, Türk Endokrin Metabolizm dəyərli fəxri üzvü, Türk Diabet Cəmiyyətinin üzvü, həkim endokrinoloq Sevinç Əhmədovadır. Bəli.
Əbdülxalidə də bayaqdan fikir verirəm. Sevinç xanım danışdıqca nəsə belə Fikrə gedir elə. fikrə gedir. Heç ümumiyyətlə yoxlatmısanmı şəkərlə bağlı? Ümumiyyətlə belə nəsə bir şübhələrin irsi xarakterdə daşıyır da Sevinç xanım. Varmı ümumiyyətlə nəsildə? Ümumiyyətlə, yəni rəhmətli anamda da var idi şəkər. Allah rəhmət eləsin. Keçən əvz rəhmətli. Ona görə bir-iki də yoxlatdırmışıq. Elə sağlığında elə belə. Elə ki, bir şey olmuyor. Şükür. Amma məsələn olub ki, bizim qohumlarda var ki, məsələn cavan uşaqdır, yazıq 18 yaşı var. Şəkərlə komaya düşmə halına gəlib çıxmışdı. Elə hallar da olur. Birinci tip şəkərlər olanda orada tamamilə insülin ifrazı olmadığı üçün, yəni o özünü belə kəskin vəziyyətlə bir özə verir. İkinci tip şəkər amma uzun müddət xəbərsiz ola bilir. Amma birinci tipdə belə kəskin bir özə vermələr olur. Yəni onu bilirəm ki, vəziyyət çox pis idi. Ümumiyyətlə, Sevinç xanım, həyat tərzi təsir göstərirmi bu xəstəliyin yaranmasına? Məsəl üçün, biz bilmədən indi gərgin iş rejimi olur, düzgün qidalanmamaq olur. Yəni, etiraf edək ki, biraz efir rejiminə görə bizim rejimimiz pozulur. Yəni, bu səbəblərdən bilirik ki, endokrin pozuntu zamanı olur, amma bu səbəblərdən də yarana bilirmi? Ümumiyyətlə, şəkərli diabetin risk faktorları var ki, kimlərdə şəkərli diabet yoxlanılmalıdır və kimlər daha çox özünə nəzarət etməlidir. Nəslində şəkərli diabet olan insanlar mütləq. Arterial təzyiqi 140-90-dan yüksək olanlar, yəni hipertoniya xəstələri, dislipidemiyası olan, qan yağlarında pozulma olanlar, sonra hamiləlik diabeti keçirmiş qadınlar, özü doğularkən çəkisi 4 kiloqramdan artıq olan insanlar və ümumiyyətcə 4 kiloqramdan artıq uşaq dünyaya gətirmiş qadınlar, polikistik over xəstəliyindən əziyyət çəkən qadınlar, piylənməsi olan insanlar, yəni bunlar şəkər xəstəliyinə real namizədlərdir. Ümumiyyətcə, biz 45 yaşın keçən hər bir insan qanda şəkərini yoxlatmalıdır. Yaşımız hər 10 yaş artdıqca bizim şəkər olma ehtimalımız daha da artır. Risklərimiz çoxalır. Bizim şəkər olma riskimiz çoxalır. Ona görə də həyat tərzi dəyişikliyi birinci nə etməliyik? Birinci normal rejimdə, yəni qidalanmalıyıq. Normal yuxumuzu yatmalıyıq. Yəni hər bir insana aiddir. Təəssüf ki, yuxu ilə. Bax, qida ilə məndə problem yoxdur, amma yuxu ilə hər zaman. Çox sağlam həyat tərzisidir. Fiziki aktivliyimiz olmalıdır, yəni normal. Yəni bu hələ biz şəkərli diabetdən qorunma mərhələsində deyirəm, amma şəkərli diabetlər üçün də deyəcəm necə fiziki aktivliyi olmalıdır. Fiziki aktivliyimiz olmalıdır. Artıq çəkilərdən azad olmalıyıq. Yəni artıq çəki bir addım bizi irəli aparır şəkər xəstəliyinə. Mən şəxsən özüm məsəl üçün bodybuildinglə məşğul oluram və qidalanmam və hər bir şey yerində. Ağır çəkilər qaldırdığıma görə bəzən olur ki, pəhrizli bir anlarımız da olur ki, məsələn, pəhriz saxlayırıq formamızı düzgün qaydada yetişdirmək üçün. İdman edərkən, ağır çəkilərlə işləyərkən şəkər düşür bizdə tez-tez, elə olanda. Canan, bir sirrin üstünü açmaq istəyirəm. Sevinç xanım danışanda bir anlıq yadıma düşdü. Biz Kənanın ailəsi ilə çox yaxın dostluq, münasibətimiz var və Çınaz xanım bir dəfə danışanda səhv etmirəmsə demişdi, sən çox kilolu doğulmuşsan. Bəli. Ona görə də 5 kilo 900 doğulmuşam mən. Ona görə də baxın. Və hətta 10 aylıq doğulmuşam, yəni 9 ay. Üçün də riski, anası üçün də riskdir. Demək ki, sən hərdən... Mənim yox, həkim nəzarətindən... Bəli, təbii ki, hər 6 aydan bir mən ümumiyyətlə həm şəkəri yoxlayıram, elə sözümü ona gətirirdim ki, biz idmançılarda daim şəkər düşür, bir də görsən qalxır, karbohidratı bol eləyəndə qalxır, azaldanda düşür. Hər 6 aydan bir yoxlayıram, şükürlər olsun, elə bugünə kimi həmişə stabil çıxıb şəkərimdə. Əbdülxalid, yuxu rejimi deyildi Sevinç xanım və biz incəsənət adamları yuxudan əziyyət çəkirik. Nəinki əziyyət çəkirik? Bizim yuxumuz başlayır səhər saatlarında, gecə iş rejimi daha çox olduğu üçün Sevinç xanım, bax bizim bu problemimiz var. Bunu tənzimləyə bilirsənmi? Ümumiyyətlə, məndə belə deyək də, az saat yatmaqla, yəni necə deyirlər, razılaşıram. Necə razılaşıram? Məsələn, saat 4-də də yatsam, 5-də də yatsam, 8-də dururam. Yəni, bəzən olur ki, özümə deyirəm, yəni yatmalıyam. Normal 8 saat yatmalıyam. Amma yata bilmirəm. Yəni, oyaq yatıram həddindən artıq. İşıq, məsəl üçün, gün işığına hansı pəncərədə düşdüsə... O problem məndə də yaşanır. Deyirlər, o biraz əsəb gərginliyi olur deyənə insan rahat... Həddindən artıq özümə əsəbləşirəm və gərginlik yaşayıram ki, yəni, yatmaq istəyirəm, yata bilmirəm. Onda bu beyin ayıqlığı var da. Fiziki insan yorulur, amma beyin
baxırsan ki, işləyir. Özümə fikirləşdim, nəyə fikirləşsən axı, başa özümə danışıram. Çox maraqlı şeydir. Sevinç xanım, bu müəyyən siqnaldır da. Gərgin həyat tərzindən xəbər verir, gərgin həyat tərzi keçirir ondan. Yox, məncə bir həkimə başvuru etsən, çünki 4 saat çox... Müəyyən nerpatoloq məndə sinir xəstəliyi tapıb açığı, müəyyən stresdən sonra. Amma bu problemlər də var da hələ ki. Əbdülxalid, mən bildiyim qədərincə, yəni yaxın zamanlarda ananın dünyamız dəyişibdir. O ilə bağlı yəqin ki, periodik olaraq 1-2 il hələ bu adaptasiyadır, yəni öyrəşə bilmir insan. Yəni biz kolleqayıq o üzrə, yəni mən də valideynlərimi itirəndən sonra dəhşətli yuxu problemi yaşayırdım. Yəni mümkün deyil idi. Yəni sanki beynimdə bir motor işləyirdi, o motor qoymur insanı yatsın. Amma 1-2 il müddətində bu təbii olaraqdır, yoxsa bu insan özü öyrəşir. Yəni inşallah ki, Allah səbir versin deyək. Bəli, keçək xoş söhbətlərə, toxunmayaq belə mövzulara. Sevinç xanım, ümumiyyətlə, diabet diaqnozu nə vaxt qoyulur və kimlərə qoyulur? Yəni onu bilək. Şəkərli diabetin ilkin əlamətləri, demək, çox maye qəbul etmə, ağızda quruluq, susuzluq, çox sidiyə getmə, gecə sidiyə durmalara, ona nikturiya deyirik. Ayaqlarda, əllərdə keylik, uyuşma, tikan batma hissi, yaraların gec sağalması, bəzən xəstə aylarla ginekoloqlara, uroloqlara müraciət edir. Məsələn, qadınlarda aralıq nahiyəsinə qaşınma və sidik yolu infeksiyaları olur. Yəni, bunlar hamısı şəkərin ilkin əlamətləridir. Yəni, şəkərin bu əlamətlərindən əlavə biz şəkərin diaqnozunu Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi kılavuzlara, qaydalaynlara əsasən xüsusi rəqəmlər var, bunlara əsasən qoyulur və şəkər diaqnozu evdə olan əl aparatları ilə yoxlanmaqla qoyulmur. Yəni, venoz qandan alınan qanla yoxlanılmalıdır. Yəni, evdə olan əl aparatları şəkərin, yəni biz belə deyək, özümüzə monitoring kimi nəzarət üçün lazımdır. Amma ilk diaqnoz venoz qandakı qanla qoyulur. Acqarnında sağlam adamın şəkəri 70-100 mg desilitr olmalıdır. Əgər 100-dən 126 mg desilitr arasıdırsa, bu prediabet diaqnozudur. 126 və 126-dan yüksək olursa, bu artıq şəkərli diabet diaqnozunu təsdiqləyir və bu 2 dəfə olarsa bu rəqəm, yəni 2 dəfə təsdiqlənərsə daha düzgün olur. Acqarnına şəkərdən əlavə toxluq şəkərinin də önəmi var. Yəni, sağlam adamın toxluq şəkəri 140 mg desilitrdən aşağı olmalıdır. Prediabetlilərdə isə 140-200 arası olur. Diabet xəstəsində isə günün istənilən vaxtı yoxladıqda əgər 200-dən yuxarı şəkər aşkarlanırsa, artıq bu diabet deməkdir. Bəzən olur ki, xəstələr müraciət edir, acqarnına şəkəri xəstənin normaldır, normal göstəricilərindədir və yaxud prediabet göstəricilərindədir. Amma yeməkdən sonraki şəkər 300. 350, 250 belə rəqəmlərdə olur. Yəni, bu artıq diabet xəstəsi deməkdir. Yəni, acqarnına şəkərimizin normal olmağı bizim xəstə olmadığımızı göstərir. Şəkərin diaqnostikasında ən vacib, yəni, qoyulan ümumiyyətcə monitoringində ən vacib göstəricilərdən biri hemoqlobin A1C-dir. Yəni, bu son 3 aylıq şəkərin səviyyəsini göstərən bir göstəricidir. Ümumilikdə biz gün ərzində, gecə, gündüz, günün müxtəlif vaxtlarında hemoqlobin A1C bizə nəzarət edir, bizə məlumat verir ki, bizim şəkərimiz nə miqdarda olur. Yəni, biz günün müxtəlif vaxtlarında hər an şəkərimizə nəzarət edə bilmirik. Bu göstəricinin norması sağlam adamlarda 5,7%-ə qədərdir. Prediabetli xəstələrdə 5,7, 6,4%-ə qədərdir. Diabetli xəstələrdə isə 6,5%-ə qədərdir. Yəni, bizim məqsədimiz diabetli xəstələrdə hemoqlobin A1C-ni 6,5%-dən yuxarı qaldırmamaqdır. Toxluq şəkəri də xəstələr bilməlidir ki, çox önəmlidir. Yəni ki, biz gün ərzində yalnız səhər yuxudan duranda 1 saat, yarım saat belə acı oluruq. Yəni, biz günümüzü tox keçiririk. Ona görə toxluq şəkərinə çox diqqət edilməlidir. Sevinç xanım, çox gözəl, hərfəli danışırsınız. Təklif edirəm ki, bir musiqi dinləyək. Bir halda ki, burada dostumuz var və gözəl musiqilər təqdim edir. Gəlin Əbdülxalidi dinləyək, sonra da söhbətimizi davam edərik. Tezdən oyan. Səni hər kəs tək qoysa belə, fələk dövr edib zülm etsə sənə,
Səni buraxmaram özgə əllərə, sağam yanındayam, ölməmişəm mən. Səni buraxmaram özgə əllərə, sağam yanındayam, ölməmişəm mən. Nə qədər yanında mən varam sənin, nə qədər cismimdə canım var mənim. Siyah tellərin deyik bəyaz terin, sağam yanındayam, ölməmişəm mən. Nə qədər yanında mən varam sənin, nə qədər cismimdə canım var mənim. Siyah tellərin deyik bəyaz terin, sağam yanındayam, ölməmişəm mən. Səni hər kəs tək qoysa belə, fələk dövr edib zülm etsə sənə, səni buraxmaram özgə əllərə, sağam yanındayam, ölməmişəm mən. Səni buraxmaram özgə əllərə, sağam yanındayam, ölməmişəm mən. Nə qədər yanında mən varam sənin, nə qədər cismimdə canım var mənim. Siyah tellərin deyik bəyaz terin, sağam yanındayam, ölməmişəm mən. Nə qədər yanında mən varam sənin, nə qədər cismində canım var mənim. Siyah tellərin deyik bəyaz terin, sağam yanındayam, ölməmişəm mən. Sağam yanındayam, ölməmişəm mən. Tezdən oyan. Bəli, dəyərli izləyicilərimiz, biz tezdən oyan olaraq gözəl bir missiyanı öz üzərimizə götürmüşük. İstedadlı, xüsusi əl qabiliyyəti, bacarığı olan insanları hər zaman studiyamıza dəvət edirik. Bugün də Atlas xanım bizim qonağımızda. Xoş gəlmişsiniz. Çox sağ olun, xoş gözə gələk. Hər kəsin sabahı xeyir deyirəm. Qarşıda gələn bayramlarımız üçün də xüsusi gözəl aksesuarlar düzəltmək üçün Atlas xanım bizə gözəl ideyalar verəcək, maraqlı. Bugün nə düzəldəcəyik biz? Bugün bizim məsəl səhəmiz ətirli daşlardan bir şeylər hazırlayırıq. Məsələn, belə daş qəliblərdən suvenirlər hazırlayırıq. Ay, nə gözəl. Bunu siz hazırlamısınız? Sizi qəliblərdə. Bəli, qəliblərdən hazırlanır. Yəni, balaca səhəmiz odur. Şaxta baba. Sadəcə bu bayram ərəfələrində yeniliklər etməyə çalışırıq. Bu günlərim sizin üçün masa üzəri üçün belə şam qoymaq üçün çələng hazırlayacağım sizin üçün. Ay, qoyun göstərək çələngi. Tam hazır deyil, düzdür. Biz Atlas xanımın sirlərini sizə açmayaq tam olaraq, amma ki, təxminən belə bir hazırlanır. Bəli, verilişimizin sonuna qədər inşallah bunun tam hazır versiyasını görəcəyik. Şamdan kimi istifadə olunacaq. Hazır olacaq. Tezdən oyan. Mən isə Boranı restoranının barmeni Eldar Məmmədovla birgəyəm burada. Eldar, bu günləri eşitdim, bayaq mənə dedin ki, nəsə dietik hazırlayırsan bugün kokteyl. Yəni, xüsusi olaraq mənim üçün. Bəli, çünki çox söhbətlərinizə qulaq asmışam və eşidəndə ki, bugün efirdəsənsən, mən belə bir qərara qaldım ki, belə bir kokteyl edin. Yəni ki, təzə diyetə oturanlar, onlar aclığı saxlaya bilmirlər axı, amma yemək olmaz.
Mən belə bir kokteyl fikirləşmişəm. Tərkibi nədən ibarət olacaq bu kokteyl? Kividir, yaşıl çaydır və şaftalı olmaq istəyərdim. Amma şaftalı səhər tezdən tapa bilmədim. Mən banan siropunu amma şaftalı ilə daha qəşəng olar. Belə deyək də, minimal həddə şəkər var tərkibində, yəni sırf meyvənin özünün fruktozası olacaq. Gözəl, gözəl, məncə də artıq dadına baxmaq istəyirəm. Yaşıl çay hətta, yəni lazım olan bütün fitness üçün olan bütün komponentlər bu kokteyldə var. Amma siz nəzərə alın ki, burada tək pəncə saxlayanlar yoxdur da. Yəni dadlı kokteyl içmək istəyənlər də var, ona görə... Kokteyl belədir ki, kökəlmir. Kökəlmir və tərkibinə qulaq as da, yəni ən gözəl dadlar elə tərkibində var. Bu, Kənanın və Kənan ətrafında olan insanların belə qlobal problemidir. Valla, mənim üçün heç bir problem yoxdur. Bəyənən bəyənir. Gedək, Kənan. Gedək, sənə soğuqlar, gözləyirəm kokteyli. Belə, biz yenidən gəldik evimizə. Evimiz deyəndə hər zaman evimiz bizim baş sponsorumuz yadımıza düşür. Bəli, evimizin gözəl, rahat kreslolarında əyləşmişik. Keçək söhbətimizə və Sevinç xanım, sizlə demək olar ki, şəkərli diabetlə bağlı çox maraqlı söhbət aparırıq. Amma vaxtında müalicə olunmazsa, ümumiyyətlə, diaqnozu vaxtında bəlli etməsək, hansı problemlərlə qarşılaşa bilərik? Bu, qlobal bir məsələdir. Şəkərli diabet ümumiyyətlə, əgər vaxtında diaqnoz qoyularsa və vaxtında düzgün müalicə olunub, xəstə nəzarətdə saxlanılırsa, fəsad verməyən bir xəstəlikdir. Ancaq vaxtında diaqnoz qoyularsa və müalicə düzgün aparılmazsa, çox ciddi fəsadları olur şəkərli diabetin. Ən çox verdiyi fəsadlardan böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı, körlük, demək dünyada olan kör olan əhalinin %50-si şəkər xəstələridir ki, hansı ki, şəkərin hesabına kör olublar. Sonra ayaqlarda yaralar nəticəsində amputasiyalar olur. Hər il dünyada 1 milyon insan şəkərli diabetlə görə ayaqlarında amputasiyalar olur. Yəni, bu çox böyük göstəricilərdir. Ona görə də şəkərli diabet xəstələri vaxtında tam olaraq nəzarətdə olmalıdır. Ayaqlarda amputasiyaların əsasən səbəbi diabetik polineyropatiyalar və angiopatiyalardır. Şəkərli diabet zamanı damarlarda keçiricilik pozulur, sinir keçiriciliyi pozulur, sinirlər zədələnir, xəstələr ayaqlarında hissiyatı itirir. Diabetik angiopatiya və polineyropatiyalar olur. Diabetik polineyropatiya zamanı xəstələrdə ayaqlarda toxunma hissiyatı, temperatur hissiyatı, vibrasiya hissiyatı bunlar pozulur. Yəni, ağrı hissiyatı azalır, bəzən xəstə ayağını zədələyir, onu bilmir, hiss eləmir. Yəni, xəstələrin ayağında yanma, göynəmə, soyuqluq hissi olduğuna çox zaman xəstələr ayaqlarını hər hansı bir isti peçə və yaxud isti bir sobaya yaxınlaşdırıb yandırırlar və onu xəstə hiss eləmir. Həm də xəstələr ya özləri, ya evdəki ailə üzvləri xəstələrin ayaqqabılarına çox ciddi nəzarət etməlidirlər. Şəkər xəstələri ayaqqabılarını çox yumuşaq ayaqqabı seçməlidirlər. Günün ikinci yarısı ayaqqabını seçməlidirlər ki, ayaqları şişkin vəziyyətdə olsa belə ayaqqabı ayaqlarına rahat olsun və hər dəfə ayaqqabını geyinəndə əlin salıb ayaqqabının için yoxlamaq lazımdır ki, orada hər hansı bir yad cisim olarsa, xəstənin özünün xəbəri olmadan xəstənin ayağına yara əmələ gətirə bilir. Yəni, xəstə onu hiss eləmir. Yəni, çox görmüşük belə hallar ki, xəstə ayağındakı zədəni hiss eləmir, təsadüfi müayinə nəticəsində aşkarlanır. Məncə, biraz gen ayaqqabı geyinməlidir. Gen və çox yumuşaq ayaqqabı geyməlidir. Hər bir şəkər xəstəsi özü ayağına nəzarət etməyi bacarmalıdır. Ən azından həftədə 1-2 dəfə güzgü ilə ayağının altına baxmalıdır. Ya özü, ya evdəki ailə üzvləri tərəfindən nəzarət olunmalıdır. Məncə, bu gözəl bir məsləhətdir. Yəni, bəzən bəlkə mənə də elə gəlir ki, bir çox şəkər xəstəliyi olanlar heç bu cür məsləhətləri bilmirdilər ki, faydalanarlar. Və Kənan, mən qeyd edeyim ki, Sevinç xanım, siz dediniz, bəzi əlamətlər, hətta bilmirəm, uzun müddət ayağınızda ayaqqabı olmaqdandır, ya nədəndir, o hissiyatın olmaması falan məndə də olur. Məndə də olur. Aslında, amma mən biləm, məndə idmandan da ağır çəkilər və bütün gün ayaq üstü olmaqdan o mazol dillərdə yaranır və artıq hissiyat ölür. Biz çalışıb şəkər xəstəliyini vaxtında aşkarlamalıyıq. Yəni,
şəkər xəstəliyi prediabet dövründə aşkarlanarsa, bu yəni bizə çox böyük, yəni bizi irəli salır. Yəni biz o xəstəyə vaxtında müdaxilə ediriksə, xəstə fəsadsız yaşaya bilir. Prediabetin biz dedikdə göstəricisi 100 ilə 126 arasındadır acqarına. Yeməkdən sonra isə prediabet 140 ilə 200 arasındadır. Prediabet dövrünün də öz əlamətləri var. Bu özü bir xəstəlikdir. Yəni sanki xəstə şəkərə doğru yolculuğa çıxıb, şəkər xəstəliyinə doğru bir yolculuğa çıxıb. Biz prediabet dövründə xəstəyə düzgün müdaxilə eləyəriksə, yəni o zaman belə ya xəstənin şəkər olma ehtimalı tamamilə gedir, və yaxud o şəkər olma sürəsi zamanını uzada bilirik. Onu prediabet dövründə o şəkər xəstəni aşkarlayırıqsa, xəstəyə biz artıq çəkidə xəstəni azad etməliyik, insülin rezistentliyi götürməliyik, xəstə düzgün həyat tərzi, düzgün qidalanması, bunların hamısını xəstəyə başa salırıq. Artıq yəni xəstənin şəkər olma ehtimalını azaldırıq. Aydındır. Sevinç xanım, siz danışığınızda fiziki aktivlik dediniz və bu elə bir zamanədə yaşayırıq ki, cavanlı, yaşlı, hər kəs artıq avtomobil sükan arxasındadır. Evdə də oturaq şəraitdəyik, işdə də daha çox oturaq şəraitdəyik və mən avtomatik olaraq bizim dostumuza sual vermək istərdim. Fiziki aktivlik varmı? İdman və yaxud da yürüyüş deyirlər də. Bizdə düzdür. Biz ümumiyyətlə millət olaraq biraz pasiv həyat tərzi sürürük. Razısanmı? Bəli, var, bir çox. Yəni sevmirik. Yəni bax, gecə yürüyüşü deyilən bir şey var. Biz onu bilmirik. Çünki işdən elə yorğun gəlirik ki, artıq o gecə yürüyüşü düşünürük. Yox, mən bəhanə axtaran insan deyiləm ümumiyyətlə. Ümumiyyətlə, səhər tezdən dururam durmalı, amma idmanla filandan açığı belə deyək ki, bəhanə olaraq deyirəm ki, vaxt çatdırmam, idmanla gedim və yaxud gecə yürüyüşü əslində çox sevirəm. Təəssüflər olsun ki, mən elə yerdə qalıram ki, Yasamalda. Yasamalda harada yürüyüş edəyəsən. Məcbursan düşməlisən şəhərə, şəhərdə də yürüyüşüb təzə evə qayıtma, o adam gözünü. Amma mən bilən oralarda stadionlar olur. Çünki mən bir Yasamal stadionunda öz binanızı dövr edə bilərsiniz. Bəhanədir bu, dostum. Yəni Yasamal, yəni binada söhbət getmir. Yəni düzdür, əslində bəhanədir, amma yenə də mən şəhərdə qalsam, mənim üçün daha stadion falan biraz başqa cür təsir. Amma insan şəhəri bir var, 2 dəfə, 3 dəfə o baş gəzərsən, hə. Şəhərin mərkəzində qalsa deyəcəkdik ki, şəhərdə qalıram. Və hətta mən görərdim ki, sən geziş etsən gecələr yuxun da düzələcək. Yəni aktivlik olanda, idman kimi və s. o yuxuya da çox gözəl təsir edir. Yorulacaq, beyni yorulacaq. Beyni yorulur və sağlamlıq. Yaxşı olur. Yox, toya gedəndən öncə. Məncə, bax, toydan gedib yatmaq, yoxlamaq. Toydan sonra gəlib biraz gezmək, beyin açılışsın, o musiqi sesindən, sakitçilikdən, o sizə çox kömək edir. İnşallah. Mütləq, məncə biz həqiqətən, yəni, gənçkən, cavankən öz canımızın qədrini bilməliyik və əlimizdə olan imkanlardan, siz bayaq çox gözəl qeyd etdiniz ki, diabet xəstələrinin daha çox ayaq problemləri yaranır. Siz təsəvvür edin ki, bir insan özünü daşıdığı ayaqlarını balaca bir etinadsızlıq ucbatına itirsə, bu necə dəhşətli bir səbəb ola bilər bizim həyat tərzimizə. Ona görə hər kəsə sağlam həyat tərzi arzulayırıq. Biz qadınlar, Kənan, indi sən idmançısan, sən istəsən də istəməsən də iş zamanı belə deyək ki, fiziki aktivliklə məşğulsan. Biz xanımlar da evdə uşaqlarımızla məşğul oluruq, müəyyən ev işləri falan, Sevinç xanım. Amma kişilər, bəylər daha çox pasiv həyat tərzi keçirdir. Razılaşırsınızmı bizlə, mənlə? Bizim evdə məşğul olduğumuz o işlər fiziki aktivliyə təsir o qədər eləmir. Etməsə də belə heç olmasa bir hərəkət edirik. Ancaq fiziki aktivlik deyəndə ən azından şəkər xəstələri üçün hər gün vaxt çatdırmasalar da həftədə 3-4 dəfə 30-40 dəqiqə yeyin hərəkətlə gəzmək lazımdır. Bəzən xəstəyə deyirik, xəstə deyir, mən məsələn, ev tostoranlayıram, nəsə bir iş görürəm, amma yeyin hərəkətlə gəzmək təbii ki, əlbəttə çox gözəl təsir edən fiziki aktivlik. Və yaxud bir velotrek alıb evdə qoymaq. Gecə yuxudan öncə bir 40 dəqiqə ən azı gezməyə, yaxşı ərinib, əynini giyinib şəhərə çıxmaq istəmir. Açıq hava daha yaxşı olar. Bir söhbət evdə qoyub, televizorun qarşısında öz çıxışlarına baxa-baxa sürmək. Mən deyərdim ki, mən getdiyim, gördüyüm ailələrdə həmin o velotreklər mebel xarakteri daşıyıb, Kənan. Alıb sadəcə... Mən özüm şəxsən evə yığmışam, amma qalıb. Evdə nəysə insan özünə o vaxtı ayıra bilmir. O velotrek də qalır orada, yürüyüş üçün lazım olan. Sadəcə bilirsiniz necə, məqsəd qarşınıza qoyulanda artıq bilirsən ki, özünü tezə-tezə biraz əziyyət verirsən ki, yox, mən bunu eləməliyəm. Sonra həyat
həyat tərzinə çevrilir. Niyə görə deyirlər, idman bir həyat tərzi olmalı. Yəni, bu sənin artıq, sən səhər duranda yemək yeyirsən ki, mən bunu yeməliyəm ki, ayaq üstə durum, gücüm olsun. İdmanı da artıq elə çevirsən. Bəli. Mənə söz çatdıra bilmərsən idmanla. Yox, mən onda pas. Onda əlbəttə çatdıra bilmərəm, amma həqiqətən bir idmançının da burada bir aparıcı olaraq müəyyən təbliğat məşğul olması, cəmiyyətə insanlara mesaj ötürməsi çox böyük üstünlükdür və biz ona görə Kənan səni tezdən oyanda gördüyümüz üçün çox şadıq. Mən də şadam. Ara sıra belə gözəl məsləhətlərindən də verəcəksən tamaşaçılarımıza mütləq şəkildə. Və Sevinç xanım, şəkər xəstəliyinin profilaktikası üçün nə etməliyik? Düzdür, öncə danışdığınız o xarakterdə oldu. Tam profilaktika necə aparılmalı? Şəkər xəstələrində, yəni birinci tipdə xüsusi bir profilaktika yoxdur. Bu autoimmun bir xəstəlikdir. Sadəcə uşaqlıq vaxtından biz çalışmalıyıq, körpələr ana südü ilə böyüsün. Yəni əlavə qidalara gec keçilsin. Mümkün qədər uşağı çox yedizdirməyə meyil etmək lazım deyil. Yəni uşaq artıq çəki yığmamalıdır. İnfeksion xəstəliklərdən uzaq, kəskin infeksion xəstəliklərdən uzaq tutsaq daha yaxşı olar. Yəni bu autoimmun bir xəstəlikdir. İkinci tipdə isə biz çox profilaktik tədbirlər apara bilərik. Birincisi, həyat tərzimizi düzənləməliyik. Yəni ki, biz normal yuxumuzu, bayaq dedik, normal yuxumuz olmalıdır, normal fiziki aktivliyimiz olmalıdır və qidalarımıza nəzarət etməliyik. Yəni, belə deyək, fast food qidalardan, paketləşdirilmiş qidalardan uzaq durmalıyıq. Sonra artıq çəkimiz olmamalıdır. Mütləq, yəni artıq çəkilərdən qurtulmaq lazımdır. Yəni ən böyük profilaktika bunlardır. Bir də stres. Stresin şəkərli diabetdə təsiri nədir? Stres özü diabet yaratmır. Yəni çalışaq hər zaman stressiz həyat tərzi keçirək ki, stres diabeti provokasiya eləməsin. Yəni bizdə orqanizmdə olan gizli diabeti biruzə çıxardır. Yəni stres özü şəkər xəstəliyi yaratmır. Bunun təsiri nədən ibarətdir? Stres zamanı böyrəküstü vəzdə kontrainsulyar hormonlar var ki, hansı ki bunlar böyrəküstü vəzdə ifraz olunur və qanda glukozanı artırır, insülini azaldır və bizim şəkərimiz qalxır. Yəni əgər biz hardasa bir 3 ildən, 5 ildən sonra şəkər olacaqdıqsa, daha tez şəkər xəstəliyinə tutuluruq. Proseslərə təsir edir. Yəni artıq orqanizmdə o şəkərin belə deyək, özəyi var. Yəni o stres onu tezləşdirir. Amma sıfırdan yaratmır stres. Yox, sıfırdan yaratmır. Amma bir çoxları bilirsən, belə bilirlər ki, sıfırdan depressiya və stres. Stres sıfırdan yaratmır. Sadəcə olaraq bu orqanizmdə özəyi də aşkarlamaq üçün müayinə keçmək lazımdır. Bəs mən belə bir şey eşitmişəm ki, deyirlər insanı qəfildən qorxudanda və qorxudan da şəkər yarana bilər. O stres həmin bu gizli gedən şəkəri onu eyni stres kimi biruzə verir. Qorxmaq da bir stres deməkdir də. Təbii ki. Sevinç xanım, uşaqlarda da çox rast gəlinir diabet. Uşaqlar çoxdur, xüsusən də bu, belə deyək də, qida pozuntusundandır, yəni nədəndir bilinmir. Bax, uşaqlarla bağlı istəyirəm bir məlumat. Yəni, uşaqlarda şəkərli diabet olduqda artıq bir mənalı şəkildə bu birinci tip diabetdir və insülinə keçirdirik biz bunları. Uşaqlar bazal və bolus insülin istifadə edirlər, uzun və qısa təsirli insülin. Yəni, biz onlara artıq uşaqlara xüsusi təlim keçirik. Uşaq bilir ki, nə qədər yeyəcək, yediyinə uyğun qısa təsirli insülin vurur. Yəni, uşaqlarda daha çətinlik bir müddət olur. Çünki uşaqlar hər şeydən istifadə eləmək istəyir, uşaq pəhriz saxlamağı istəmir. Ona görə də yediyinə uyğun uşağa başa salınır. Əsasən ilk öncə valideynləri təlimatlandırılır. Tam bazis bolus insülin terapiyada olurlar. Sevinç xanım, çox təşəkkür edirik. Düşünürük ki, ekran qarşısında əyləşən, hətta şəkər xəstəsi, diabet olmayan insanları da maarifləndirdik, müəyyən məlumatları verdik. Ən azından həkim müayinəsi, profilaktikanın önəmli olduğunu biz insanlara çatdırdıq və buna görə sizə təşəkkür edirik və Kənan, bir daha qonağımızı təqdim edək. Türk Diabet Cəmiyyətinin üzvü və həkim endokrinoloq Sevinç Əhmədova idi bizim qonağımız və çox gözəl faydalandıq bu günləri sizdən. Təşəkkür edirik. Bir daha sizi gözləyirik verilişimizdə. Minnətdarıq. Tezdən oyan. Sevinç Əhmədova, həkim endokrinoloq, Azərbaycan Tibb Universitetinin məzunudur. Türkiyənin Ege Universitetində ixtisas artırma təlimlərində iştirak edib.
Türk Endokrin, Metabolizm və Türk Diabet Cəmiyyətinin üzvüdür. Tezdən oyan. Əldə bir qədər şərab səni əvəz eləmir. Həsrətli xatirələr səni əvəz eləmir. Şəkillərdən baxışın səni əvəz eləmir. Yastığımda göz yaşım səni əvəz eləmir. Şəklimi çəkə-çəkə hərdən, gözəlini çəkə-çəkə məndən, qəlbim yanar, çəkə-çəkə səndən. Şəklimi çəkə-çəkə hərdən, gözəlini çəkə-çəkə məndən, qəlbim yanar, çəkə-çəkə səndən, çəkə-çəkə səndən. Digidam, 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 hey. 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 Bir, iki, bastalama damarını, qaralda kanını, kırma kanadını. Yandırdım bir sigara, koymaram sövne daha, deyirəm dönə dönə, aşkım sənə. Yandırdım bir sigara, koymaram sövne daha, deyirəm dönə dönə, aşkım sənə. Sevgilim sevirəm, gizlətmirəm ki, gedirəm həmişəlik getmirəm ki, gəl desən tez gələrəm. Xəyalım dolanır başımda mənim, səni harda gəzim, harda arayım. Bu sevilən yaşımda mənim, Tanrıdan qudurmu məhəbbət payım. وابو الكادريم ودبدا الهناليم داوي هنيم ودب سيدي الرفالية وابو الكادريم ودبدا الهناليم داوي هنيم ودب سيدي الرفالية. Yollarında qalaram, gözlərin qadasına varam. Nə desən edərəm, neynəsən dözərəm, sən sevən birisi olaram. Harda olsan ora gələrəm, sevməsən də yenə sevərəm. Qal desən qalaram, öl desən ölərəm, sən sevən birisi olaram. Sən müşfiqin yanında, qal ginən sənə qurban. İstərsən bu canımı, al ginən sənə qurban. Sən müşfiqin yanında, qal ginən sənə qurban. İstərsən bu canımı, al ginən sənə qurban. Tezdən oyan. Əbdülxalid, dostları da salamlayırıq. Sabahınız xeyir olsun. Varid, Ceyhun. Çox gözəl və bildiyimiz qədərincə O Ses Türkiyənin yarımfinalçıları, eləmi? Gözəl o haqda danışıq. Təbrik edirik dostlar. Salamlayırıq biz də sizləri, xalqımızı təbrik edirik. Yeni münasibəti ilə Azərbaycan həmrəyliyi günü münasibəti ilə təşəkkür edirik ki, bugünkü. Bizə biraz danışın O Ses Türkiyəyə gedən yoldan. Çox gözəl yol idi, getdik gəldik. Necə oldu, necə? Yəni nə atmosfer var idi orada? Bəli. Yəni bizim üçün böyük bir uğur idi, böyük bir tramplin mən deyərdim həm də. Əlbəttə.
Yəni oraları yaşamaq doğrudan da çox gözəl, böyük bir həyəcan idi. Şükür Allah ki, məncə layiqincə öhdəsindən gəldik. Çox gözəl dostlar, uğurlar sizə. Mən istərdim ki, ümumiyyətlə bəzən belə bir söz-söhbət gəzir ki, orada bizim ölkənin təmsilçilərin çox güclü səsi olduğu üçün bir mənalı münasibəti olmur da. Yəni biraz sıxışdırırlar bizimkiləri. Belə bir şey var, yoxsa qardaş ölkədir, sizə qapılarını açdılar? Qətiyyən elə bir şey yoxdur. Əksinə orada bizə yəni A-dan Z-yə qədər personal o qədər isti münasibət, o qədər gözəl, yəni qarşılama, hər şey orada maksimum dərəcədə yaxşıdır. Süper, nə ifa etdiniz? Orada İnci Tanem ifa etdi, Tabi ifa etdi, Oğuzhan Koçan Ay ifa etdi, İbrahimdən Kal Benim için. Ay maşallah, deyin ki, ərzdaha mahnılar oxumusun. Səs vermədən, nəsə indi, hər halda indi orada daha çoxdur da. Dostlar, biz ümumiyyətlə biraz psixoloji olaraq imkan sən idmançısan, sən daha yaxşı bunu bilirsən. Əsas iştirak etməkdir də, qalibiyyət. Təbii ki, qalibiyyət, yəni yarım finala çatmaq artıq məncə böyük bir xüsusiyyətdir ki, o qədər millətin arasında siz gəlib yarım finala çatmışsınız, artıq qürur duyucudur. Təbrik edirik, biz bu dostumuzu da eşidək. Deyəsən, heç danışmaqla arası yoxdur. Salamlayıram hər kəsi, qardaşıma qoşuram. Çox danışmaqla düzdür, aram yoxdur. Siz deyəsən, əsas oxumaqla mən deyəcəkdim, sən mənə qabaqladın. Əsas oxumaqla arası var. Super, dostlar. Xalid də sizə dostumuz dəstək olur. Əbdül Xalid. Estağfurullah, yəni mənim üçün bu marşrutda birgə bir necə deyələ işbirliyi yaratdıq. Çox fərqli, maraqlı, çox istedadlı qardaşlardır. Mən onun həqiqətən mənim üçün böyük fəxr idi ki, belə bir iş yaratdıq. Məncə də pis alınmayıb və artıq insanların, necə deyərlər, rəğbətini qazanıb. Çox gözəl. Kənan, sonuncu mix xoşuna gəldi, bəyəndin sən? Onu elə deyəcəkdim ki, belə qeyri-adi bir şey olub, belə ən hit musiqiləri bir musiqiyə və onu da qeyd edeyim ki, estradamızın baniləri deyək də 90-cı ildən bəri, məsəl üçün Faiq Ağayev, Daygün Kazımovadır, Tüzali Ağayevadır, Röyadır. Bunların son dövrlərdə oxunmamış mahnılarını daha çox üzüstürür. Bir sual verim, o müğənnilərin fikri nə oldu bu mahnı barə? Eşidiblər mi? Kompromis oldu mu? Röya öz səhifəsində paylaşdı, təşəkkürünü bildirdi. İndi bilməm Faiq Ağayev. Yəni bunları mən həqiqətən çox istədiyim insanları, dəyər verdiyim insanlardır. İnşallah ki, onların da xoşuna gəlir. Çünki nəyisə ifa ediriksə biz onu pis yox, daha yaxşı. Çünki o artıq bu möhrünü vurmuş mahnılardır. Ehtiyatlı olmaq lazım. Dostlar, çox uğurlar sizə, çox böyük uğurlar və biz də bir tezdən oyan olaraq sizə istədik dəstək olaq və ifanızı təqdim etdiniz. Növbəti ifa olacaq mı dostlarla? Olacaq, amma inşallah gələcəkdə. Eləmi? Gələcəkdə. Bu verilişdə, yəni bu qədər. Bu qədər, bəli. Əlbəttə, məncə də ilk addımlarda hələ bax az-az görmək daha yaxşı olar ki, biraz əlçatmazlıq deyilən bir şey var da, yəni o olsun. Amma uğurlar sizə, həqiqətən çox istirahət günündə düşünürəm ki, tamaşaçılarımıza da çox xoş oldu və gənclər arasında daha sevilən ifaçılar olasınız istəyirik. Uğurlar sizə dostlar. İnşallah uğurlarımız bol olsun. Bir də minnətdarlığımızı bildiririk. Çox sağ olun. Tezdən oyan. Bəli, biz davam edirik. Gəldim mən yenə də Atlas xanım yanına. Atlas xanım demək olar ki, işini tamamlayıb. Maşallah, diri baş qızsız Atlas xanım. Nə gözəl hazırladınız. Bir hissəsi artıq bizim çələngimizin hazırdır. Şamdan hazırlanan çələngimizin. Amma yenə də tam hazır deyil. Yəni, ən sonda tam hazırını nümayiş etdik. Hələ yenə də yarım fabrikat haldadır, eləmi? Bəli, ən sonu daha inşallah gözəl olar. Daha gözəl olacaq. Həqiqətən çox gözəl bir şamdandır və dəyərli izləyicilərimiz, Atlas xanım öz əl işini yekunlaşdırsın və biz keçək növbəti qonağımıza. Tezdən oyan. Sponsorlarımızı vurğulayaq. O pəncərə filtrləri. Gördüyünüz kimi bu filtrləri quraşdırırlar bizim pəncərələrə. Buradan hava girir filtrdən, tam olaraq təmizlənir və evimizə təmiz hava da olur və evimiz tozdan, torpaqdan qorunur. Bəzən biz şəhər insanları həftə sonu ən azından bir dəfə də olsa dilimizdən çıxıb bu söz ki, çox istəyirəm bir sakit bir göşəyə gedim, sakitliyə gedim, qərq olum, orada qidalanım, təmiz hava qəbul edim. Bax, belə bir yer istəyirsinizsə, Həyat İstirahət Mərkəzi sizi gözləyir. Çox gözəl, çox belə doğal, orqanik yeməklər təklif edirlər, təbii yeməklər təklif edirlər.
edirlər ki, siz həm də orada istirahətinizlə bərabər sağlam qidalanasınız. Odur ki, həftə sonlarınızı, iş gününüzün sonunu Həyat İstirahət Mərkəzində dincələ bilərsiniz. Növbəti sponsorumuz isə Protein kombilər haqqında danışmaq istəyərdim. Bu kombilərin, bu məhsulun özəlliyi nədir ki, qazı olduqca az yandırır, az sərfiyyat edir və amma evdə olan isinməni daha güclü edir. Yəni, az qaz yandıraraq isinməni güclü edirsən evdə. Məncə, bu günə olan ən sərfəli, belə deyək də, məhsul olar. Tezdən oyan! İkinci qonağımız uşaq cərrahı, tibb elmlər, fəlsəfə doktoru Toğrul Ömərovdur. Xoş gəlmişsiniz, doktor. Təşəkkür edirik. Necəsiz, doktor? Əlbəttə ki, hər bir insanın qabağına qoyduğu məqsəd var ki, hər il daha da o məqsədlər artır və uğurlara çatmaq üçün insan hansısa bir işləri görür. Planlar qurur və ən əsası. Çox gözəl uğurlar arzu edirik. Və ilk sualımı istəyərdim. Bəli, buyur Kənan, buyur. Maraqlı bir sualdır. Uşaqlarda ümumiyyətlə anadan gəlmə qüsurların yaranmasının səbəbləri nədir? Ümumiyyətlə, anadan gəlmə qüsurlar çoxdur. Yəni, bu müxtəlif nahiyədə olur. Döş boşluq orqanlarında, qarın boşluq orqanlarında, uroloji, androloji, yəni böyrəklərdə, sid yaxarlarında. Yəni, anomaliya bitmir uşaqlarda. Uşaq cərrahiyyəsi çox dərin bir sahədir və bu sahənin hər bir qolunda anomaliya var. Bugünkü gün, yəni qüsurlu yaradan insanlar, yəni ən çox insanların özüdür. Qohum evlilikləri, qidalanmamız, ətraf mühit, stres, əsəb və keçirilən xəstəliklər. Və ən çox da öz başına qəbul olan dərmanlardır. Valideynlər düşünür bəzən, ay, mənim vitamin çatışmır, ay, nə belə oldu, öz başına hansısa bir vitamin qəbul edir və düşünmür ki, onu yoxlanılmadan qəbul edəndə ana bətnində uşaqda hansısa bir defisit yaradacaq. Bir dərman digər bir dərmanın antagonistidir. Məsələn, bir hormon digər hormonun antagonistidir. Kişi hormonu qadın hormonuna əksinədir, qadın hormonu kişi hormonun. Məsələn, ana bətnində qadın hormonunun səviyyəsi yüksək olanda, bugünkü gün mod halıb ginekoloqlarımız tonus deyib, dərmanı döşüyürlər, qadın hormonları. Hormonun səviyyəsi artanda, oğlan uşağıdırsa hamilə qadının bədənində, onda kişi hormonu azlığı yaradacaq, defisiti. Nəticədə düzgün formalaşmayan cinsiyyət orqanları, böyrəkdə kistalar yaradacaq, sid yaxarlarında, yəni cinsiyyət yolunda müxtəlif problemlər yaradacaq. Ümumiyyətlə, mən düşünürəm ki, hamilə olduqda çox ümumiyyətlə dərmana üstünlük verməmək daha məsləhət olar. Ehtiyac olan halda. Yəni, ən kəskin hallarda. Yəni, yoxlanılan, düzgün həkim nəzarətindən keçən, həkim məsləhət bildiyi halda olar. Amma öz başına olmaz əlbəttə. Çox insanlar bəzən düşünürlər ki, hansısa bir stresdir, bir şeydir, bunun heç bir təsiri yoxdur. Var. Əlbəttə ki, stresdir. Adi insan çox sevinəndə belə orada serotonin dediyimiz hormon ifraz olunur ki, onun belə təsiri var. Yəni, bunların hamısı bir rol oynayır. Ətraf mühit amillərimiz, əlbəttə ki, qidalanma önəmlidir. Mövsüm olmayan meyvələrdə bəzi uşaqlarda androloji patologiyalar var ki, oğlan uşaqlarına aiddir. Məsələn, yumurtaların yerinə enməməsi və yaxud Peyğəmbər sünnəti deyirlər, sidik kanalı düzgün yerində deyil. Bu problemlər çoxdur bugünkü gün. Ay ərzində elədiyimiz əməliyyatların 40%-ni təşkil edir. Bir fikirləşin, həddindən artıq çoxdur. Və bunu yaradan səbəblərdən biri mövsüm olmayan qidalanmadır. Mövsüm olmayan meyvələrin tərkibində dizraptor dediyimiz maddələr var. Bu maddələr androgen qovucudur. Yəni, ana mövsüm olmayan bir meyvəni yeyir, onun tərkibində dizraptor maddə androgen qovur. Uşaq, oğlan uşağıdırsa və onun bədənində androgenləri qovur, nəticədə düzgün formalaşmayan orqan, Peyğəmbər sünnəti, kriptarxizm, digər patologiyalar formalaşır. Və artıq doğulanda valideyn deyir, mənim uşağım niyə belə doğuldu, mən normal əslində hər şeyin vaxtında yedim, niyə belə olurdu? Əlbəttə ki, bütün bu faktorlar hamısı təsir edir. Ümumiyyətlə, hər bir meyvə tərəvəzi öz vaxtında yemək də orada daha yaxşıdır, mövsümündə yemək lazımdır. Bir də müəyyən egzotik meyvələr var ki, onlar nə qədər də sevsək, nə qədər də onları biz rasionumuza daxil etsək, bunlar bizim iqlimə, bizim təbii, belə deyək də, rejimizə... İnsanın yaşadığı ölkənin özünün tipik meyvələri var və hər bir insan ona uyğunlaşmışdır. Bəli, bədən kodlarımız deyək. Əlbəttə ki, ondan biraz artıq kənara çıxmada problemlər olur. Hansısa bir
əlbəttə dəyişikliklər yarada bilir. Doktor, çox gözəl məqamları vurğuladınız və mən sizə qeyd edim ki, nəzərə alsaq ki, həqiqətən indi informasiya dövründə yaşayırıq və informasiya əldə etmək resurslarımız daha çoxdur. Amma buna baxmayaraq, sizin dediyiniz kimi doğulan uşaqlarda heç kimin ağlına gəlməyən problemlər baş verir. Deyəlim ki, bu problemlər artıq var və uşağımızda biz bu qüsuru görmürük, bilmirik. Amma bir həkim kimi uşaqlarımızda belə problemlərin aşkarlanması üçün siz nə məsləhət görürsünüz? Əlbəttə, bəzi problemlər, əslində çox problemlər hətta ana bətnindən belə görülür. Yəni, normal uzini, normal fetal ultrasəsə keçən insanlarda normal baxışda patologiyaların çox hissəsi görülür. Bir ay öncə uşaq doğulub, qida borusu yoxdur. Yəni, anadan gəlmə qida borusu bir-birindən birləşməyib. Formalaşmayıb. Bir ucu yuxarı ucu ağız hissəsinə yaxın ucu kor qurtarıb, aşağı ucu isə tranxeyaya birləşib. Bu patologiya ana bətnində ultrasəsdə görünür. Yəni, ucuda baxanda görünür. Necə görünür deyirsiniz? Mədə görünmür. Yəni, ultrasəs müayinəsində uşağın mədəsi görünmürsə, burada birinci növbədə fikirləşirik qida borusu atreziyasından. Yəni, qida borusunun olmamasından. Düşünərsiniz ki, səbəb nədir? Niyə? Uşaq yemək yemir. Niyə mədə görünməlidir, necə olmalıdır? Amnion mayesi var, uşaq tez-tez ağzını açır, udma refleksləri olur və o mayeni udur. Maye qida borusuna mədəyə keçir və mədədə görüntü yaradır. Mədə görünməyən halda artıq uşaq udqunması yoxdur və yaxud qida borusu atreziyası var, yəni düşünülür, artıq onu araşdırılır. Belə pasiyentlər doğulan kimi cərrahi, yəni neonatoloqa tərəfindən baxılmalıdır. Zond salınır mədiyə, yuyulur, baxılır necədir. Əgər zond keçməyən halda artıq araşdırılır, müayinələr aparılır, kompüter tomoqrafiya, digər bir müayinələr aşkarlanıb, ilk bir gün, 2 gün ərzində əməliyyat olunub, icra olunmalıdır. Doktor, mən sizə deyim ki, bəzən biz kör-köranə şəkildə doktorumuzu da düz seçmədiyimiz halda belə bir problem olur. Çünki mən şəxsən, siz dediyiniz hələ mədədir, uşağın belə deyək ki, daxili orqanıdır, amma dərisində olan bir problemi gözlə görə biləcəyimiz bir şeydir ki, hemangioma, bəli, mən şəxsən qızım doğulanda sanki həkimlər sürpriz elədilər mənə ki, sizin qızınızda hemangioma var imiş, böyük bir ayaq hissəsində xal var. Amma bunu ultrasəs müayinəsində görüb, diqqətsizlik edədiyim, ya qeyri-peşəkar deyim, həkimlər də olur. Ona görə də həkimimiz də mütləq doğru şəkildə seçməliyik, hökmən savadlı olmalıdır və bizim doktorumuz bugün savadlı şəkildə... Hemangiomadan. Hemangioma əslində nədir? Kapilyer damarın xoş xassəli şişidir. Bu patologiya bir gün içində sürətli böyüyə bilər. Bəlkə də ana bətnində o bir nöqtə kimi olub sizin uşaqda, o heç bilinməyib. Son doğuşa yaxın ərəfədə böyüyüb. Məsəl üçün, pasiyent doğulur, bir balaca qırmızı nöqtə olur. Bir aydan sonra gəlir, bütün üzünü tutub və yaxud bütün ayağını tutub. Yəni, böyük bir ölçüdə olur. Əlbəttə, hemangioma xoş xassəli şişdir, yəni qorxulu deyil. Əgər böyümürsə, müşahidə olunur. Böyüyən halda onun dərman müalicəsi var. Həmişə iynə vururdular, yandırırlar, lazer eləyirlər, cərrahi üsuldan götürürlər. 2008-ci ildən sonra Fransada bir alim tapdı dərman və dedi, artıq bütün metodlara son, ancaq dərman müalicəsidir. Dərman müalicəsi 3 aydan 8 aya qədər içir. 80% halda tam yox eləyir, 20% halda onu sadəcə öldürür, qidalanmasını dayandırır və o böyümür. Qalır o vəziyyətdə. Artıq estetik qüsur daşıyarsa, böyüyəndə onu plastik və yaxud dermatoloqlar üzərini, dərini ağardır, normal hala salır və yaxud böyük bir ölçüdə görünürsə, onu cərrahi, estetik bir cərrahi ilə götürülür. Ana bətnində hemangioma əlbəttə görülməməsi ola da bilir. Yəni, bu ultrasəs baxan həkimin peşəkarlığından da asılıdır. Böyük ölçüdə hemangioma gözdən qaçmamalıdır. Bütün ayağı üzərində var. Bəli, o mümkünsüzdür və bu ola da bilməz ki, bir balaca nöqtə olub, bir gün o qədər böyüyür. Əlbəttə ki, o böyüyür, 2 ay ərzində o boyda ola bilir. O çox güman ki, ana bətnində olub. Sadəcə gözdən qaçırılıbmı, deyilmi, peşəkar olmayıbmı, bu hallar da baş verir. Doktor hemangiomanın müalicəsindən danışdı. Növbəti sualımı istərdim verim ki, ümumiyyətlə bu anadan gəlmə qüsurların müalicəsi nədən təşkil olunur, necə olunur? Baxır qüsurun, hansı qüsurun olmasına. Yəni bir neçəsindən ən tez-tez olan... Ən çox valideynlər sevindirən bir qüsur var. Bu elə əslində Peyğəmbər sünnəti deyilir oğlan uşaqlarında. Ay, dərdimizi çoxaltmayın. Bəli, sünnətdir. Valideyn hətta gəlir, qurban kəsən valideynlər də var ki,
oğlum Peyğəmbər sünnətli doğulub, sünnətli yarım sünnətli. Burada problem nədir? Bunlar mifdirmi doktor? Bunlar mifdir. Bilirsiniz, indi onlara da gələcək. Problem nədir? CD kanalı düz orqanın ucuna deyil, alt hissəsini açılır. Həmin hissəyə açıldığına görə həmin hissədə dəri olmur. Bəli. Dəri arxa hissədə olur və buna yarım sünnətli deyirlər. Niyə Peyğəmbər sünnəti deyirlər? Çünki belə uşaqlar düzgün CD-yə çıxa bilmirlər, ayaq üstə. Əslində bu böyük bir patologiyadır. Vaxtında əməliyyat olunmasa gələcəkdə sonsuzluq. Yəni, bugün mənə hətta 26 yaşında pasiyent belə müraciət edib bu hala. Bilirsiniz, vaxtında görülməyib. 30 yaşında pasiyentlər müraciət edilir, 5-6 dəfə əməliyyat olunub, uğursuz əməliyyatlar. O çox ciddi bir əməliyyatdır, ciddi mikroskopik əməliyyatdır. Amerikada Snodgrass deyilən bir alim var. İlk dəfə bu əməliyyatı icra edib və bütün əməliyyat məsəl üçün mən bu ay ərzində bir 10 əməliyyat icra etmişəm artıq həmin əməliyyatdan. Əməliyyatdan sonra xəstəlik tarixini yazırıq. Snodgrass metodu ilə uretroplastika, yəni insanın adı ilə bağlıdır. Və onun bir qanunları var. Bu ciddi bir əməliyyatdır, mikroskopik bir əməliyyatdır. Sadəcə bugünkü gün əməliyyat edən insan çoxdur. Nəticəsi olan insan azdır. Əməliyyatı deyib hamı edə bilər, amma ən önəmli nəticədir. Nəticə isə göz qabağındadır, pasiyentin sabah sağalmasıdır. Digər bir, yəni dediyimiz kimi qüsurlar, yəni yumurtaların oğlan uşağında yeri olmaması və yaxud yırtıqlardır, qasıq yırtığı. Bəzən deyirlər ki, boş verin, keçib gedəcək. Qız uşağında, oğlan uşağında fərqli yaranır yırtıqlar. Oğlan uşağında gəlib hətta yumurta kisəsinə qədər düşə bilir. Yırtıq dediyimiz qrıjada, belə el dilində qrıja deyirlər. Qız uşaqlarında qasıq nahiyədə çıxır. Bəzən deyirlər ki, boşdur, yəni 5 yaşında bağlanacaq, 6 yaşında bağlanacaq. Yırtıq görülən gündən, yəni o anacan gəlmə bir defektdir, bu öz-özünə bağlanma şansı yoxdur, qətiyyən. Qız uşaqlarında daha tez olunmalıdır. Səbəb ora yumurtalıqlar düşür, sıxılır. Bildiyimiz kimi yumurtalıq xal kimi bir orqandır, kökü nazikdir, özü böyükdür. Ora düşüb geri qaydanda artıq o burula bilər. Burulduğu anda onun qidalanması pozulacaq, nekroz, çürümə baş verib itirəcək. 6-8 saat. O qədər pasiyent müraciət edir. 4 yaşında, 5 yaşında, 10 yaşında yumurtalıq vurulması, hamısının etiologiyasında qasıq yırtığı var. Vaxtında, yəni, boş verirlər, əlbəttə, hətta təcrübəmizdə olub, pasiyent qasıq yırtığı ilə 8 yaşlı pasiyent qız müraciət edib, əməliyyat olması məsləhət görmüşük. Bir aydan sonra o pasiyent bizə daxil olub, qarında kəskin ağrı, ultrasəs müayinəsində həmin tərəf yumurtalığı vurulub. Pasiyent anamnez toplayanda pasiyentin bizdən sonra atası başqa bir həkimə də göstərib. Həkim deyir ki, boş bir şeydir, heç bir şey elətdirməyin, keçib gedəcək. Uşaq baturda tullananda yumurtalıq girib yırtıq kisəsinə, geri qayıdıb düşəndə vurulub. Və artıq bir sutkadan keçib, yəni o yumurtalıq çıxasıdır, itirilib. Yəni çürüyüb, qangrenadır, nekroz. Və biz nəticə etibarı yumurtalıq çıxdı, yəni qız bir yumurtalıqdan qaldı. Bu da gələcəkdə onun ana olmasını əlbəttə ki, 50%-ni azaltdı deməkdir. Bu cür faydalı məsləhətlərdən sonra doktorun, yəni doğrudan da həqiqətən çox faydalı məsləhətlər, çox faydalanırıq danışığımızdan. Bir musiqi pauzası verək, biraz faydalı, eyni zamanda biraz bizi stresə saldı. Dostlarımızı dinləyək, qardaşları dinləyək, gözəl bir ifası gəlsin onların, sonra söhbətimizi davam etdirək.
Dostlar, təşəkkür edirik. Əhval-ruhiyyəmizi çox yüksəltdiniz. Nə gözəl şey oldu. Allah, siz qardaşsınızmı? Baba, bunu bilmirdik. Allah, amma oxşamırsınız heç çox belə bənzəriniz yoxdur. Heç birisinin xətrinə dəyməmisiniz. Çox gözəl. Bax, bu tərz mahnılar məncə sizdə daha çox gözəl alınır və qeyd edeyim ki, Əbdülxalidin tərzinə də biraz belə oxşarlıq var. Əbdülxalid. Allah, uğurlar sizə və sizin uğurlarınıza hər zaman sevinəcəyik. Təşəkkür edirik ki, gəldiniz, bizə belə gözəl əhval-ruhiyyə qatdınız. Minnətdarız, təşəkkür edirik. Çox sağ olun, dostlar, sağ olun. Və biz keçək qonağımızla söhbətə. Beləliklə davam edək söhbətimizə. Əsas, doktor, yəni əsas olan hansı patoloji və problemləri, belə deyək də, əməliyyatla aradan götürülür? Ümumiyyətlə, uşaq cərrahəsi dediyimiz kimi dərin bir sahədir, geniş bir sahədir. Patologiyalar, məşğul olduğumuz patologiyalar, döş boşluğunda, qida borusunda, ağciyərdə məsələn, inkişaf qüsurları var, sekvestr deyirik, ağciyərdən toxuması kimi, toxumada şiş hüceyrəsi, emfizema olur, ağciyərdə kistalar olur. Qarın boşluq orqanlarında, qaraciyərdə, dalaqda kistalar, anadan gəlmə inkişaf qüsurları, bağırsaqlarda müxtəlif patologiyalar, məsələn, atreziya dediyimiz bir hal var ki, bağırsaq bir-birindən birləşməyib. Yəni, kor qurtarıb. İleal atreziya var, çoxdur növləri. Digər bir problemlər, bağırsaq keçməməzlikləri, invaginasiya var, apendisitdir, uşaqlardan çox rast gəlinən. Bəli, bəli. Böbrəklər, sidik yaxarlar, sidik kisəsi, orqan qüsurları daha çox yayılıb. Hər doğulan 10 uşağın birində böyrəyində hidronefroz, yəni böyrəkdən çıxan sidik yaxarı darlığı, böyrəkdə genişlənmə verir, sidik yaxarında genişlənmə verir, reflüksdür ki, sidik geriyə qaytarır böyrəyə. Bu pasiyentlər yəni tez bir zamanda diaqnostik olunub, əməliyyat olunmalıdırlar ki, əks halda böyrəyini itirə bilər və yaxud ağır bir problemlərlə üzləşə bilərlər. Orqanlarda qüsurlardır, məsələn, qasıq yırtığıdır, yəni yumurtaların yerinə enməməsidir, kriptarxizmdir uşaqlarda, hidroselidir, bəzən buna su yırtığı deyirlər, peyğəmbər sünnətidir. Dediyimiz kimi, patologiya bitmir, çox barmaqlılıqdır, yəni uşaq doğulub 6 barmağı var. Mən eşitmişəm onu. Birləşik barmaqlılıq. Hətta olur ki, barmaq az da olur, 4 barmaq. Az da ola bilir, və yaxud birləşik olur, sindaktiliya deyirlər, arası pərdə şəklində olur. Artıq bəzən gözləyirlər, böyüsün əməliyyat olunar. Əslində o yanlış bir taktikadır. Dünyanın seçdiyi bir taktika var. Çox barmaqlılıq və yaxud birləşik barmaqlılıqda 3 ay 6 ay arasında əməliyyat daha incə olur, daha estetik, yaxşı alınır və hələ ki sümükləşmə olmayıb, sümükdə olan əyriliyi düzəltmək asan da olur. Artıq böyüyəndə o əyri formada sümükləşəndə bir də onu sındırıb təzədən birləşdirmək lazımdır ki, daha da ağırlaşdırırıq. Sadəcə bizdə dediyimiz kimi qonşu hansısa bir hal dedi ki, boşdu gözləyin və yaxud hansısa bir çoxdan həkimlərindən dedi, yaşda qalanlardan, hansı ki, hər il cərrahiyyə inkişaf edir. 10 il əvvəlki metodika artıq bugünkü gün köhnəlmiş metodika hesab olunur. Biz hər il xaricə gedirik, mən yeni İsraildən gəlmişəm, hər il gedirik, master klass olur, artıq bu ayın 4-ünə 3 günü, yəni dekabrın 1, 2, 3-ü, 4-ü master klass oldu. 15 əməliyyat göstərdilər, yeni bir əməliyyat, ilk dəfə olunur dünyada. Və artıq seçilmiş cərrahlara göstərilir ki, gedin bu əməliyyatı belə icra edin. Və biz də gəlirik, ölkəmizdə həmin əməliyyatı tətbiq eləməyə başlayırıq. Həmişə başqa cür olunursa, artıq yəni dünyada as olanlar, atalar deyir ki, bunu belə eləməliyik, biz çox edirik, bu daha üstündür. Və biz də gəlib o metodları tətbiq eləməliyik. Amma hansı ki, çox cərrahlarımız əlbəttə ki, 30 il, 40 il əvvəlki metodlarla hələ də yaşayırlar. Bəli. Doktor, elə bu metodlardan danışmışkən, hal-hazırda laparoskopik cərrahiyyə daha çox aktualdır və biz sizin sözünüzə qüvvət bəzi həkimlərin hələ də ənənəvi saxladığı köhnə cərrahiyyə üsullarına üz tutmaq istəyirik də. Yəni, keçmişin həkimləri daha yaxşı falan. Laparoskopik əməliyyatın üstünlükləri nədir? Biz bugünkü gün 80-90% laparoskopik əməliyyat icra edirik. Qasıq yırtıq əməliyyatın, bayaq danışdıq, həmişə kəsik açırdılar. Dəridə balaca da olsa kəsik, balaca yerdən heç vaxt işləmək olmur, əl girmir. Onu genişləndirilir asan bir müddətdə. Sonra buraxanda ancaq dərini tikilir, dəri görsənir. Əslində, amma daxildə çox böyük genişləndirilir. Laparoskopik əməliyyatda isə bir balaca iynə ucu qədər nöqtə olur. Bugünkü gün yırtıq əməliyyatı uşaqlarda müddəti 3 dəqiqədir.
Bir fikirləşin, narkoz aldı, cərrah başladı, 3-5 dəqiqə bitir. Yırtıq əməliyyatı çıxır, heç bir kəsik yox, bir iynə boyda nöqtə və bu əməliyyatın təkrarlanması yox, ağrı yox, pasiyent 2 saatdan sonra evə gedir, gəzir. Uşaqda travma olmur, sanki bədənində yırtıq əməliyyatdan sonra əvvəl ağrıçiyyə qoyurlar. Ağırlıq qaldırmasın, qaçmasın, gəzməsin, oynamasın, yaxşı bu uşaq neynəsin? Yəni bu uşaq neynəsin? Bu uşağı necə başa sal ki, qaçma. O mümkünsüzdür, elədirmi? Amma bu əməliyyatdan sonra uşaq qaçsın, heç hiss eləmir əməliyyat keçirdiyin. Amma hələ də bunu qəbul edə bilməyən cərrahlarımız çoxdur. Bütün dünya bu metodu istifadə edir. Buna PIRS deyirlər, Percutan Internal Ring Suturing ingilis dilində. Və bu dünyada qızıl standartdır. Bütün dünya qabaqcıl ölkələr bunu edir. Bizim ölkədə biz edirik, bir neçə cərrahımız edir əlbəttə. Amma hələ də 80-90% cərrahlar etmir və bunu pisləyirlər. Amma açıq əməliyyatda nə qədər zərərləri, nə qədər residivləri, nə qədər oğlan uşaqlarının və qız uşaqlarında gələcəkdə sonsuzluq olan əməliyyatdan sonra baş verməsi xəbərləri yoxdur. Hansı ki, travma keçirilir, yumurtalar inkişafdan qalır və yaxud qız uşağında yumurtalıq düşülür, bu boğulur. Yəni, çox hallar baş verir və bildiyimiz kimi laparoskopik cərrahiyyə günümüzün cərrahiyyəsidir və daha da inkişaf edir. Artıq ən ağır əməliyyatları, qaraciyərdə olan kistaları, şişləri, bağırsaqlarda olan problemləri, döş boşluğunda qida borusundan gəlmə olmaması. Biz onu torakoskopik etdik. 1 saat 25 dəqiqə çəkdi əməliyyat müddəti. 3 balaca nöqtədən girdik, qabıq arası sahədən. Torakoskopik. Yəni, laparoskopiya qarın boşluğunda olur. Torakoskopiya döş boşluğunda sayın. Yəni, skopiya. Yəni, balaca bir dəlikdən. Bəli, 3 dənə balaca nöqtədən 2 millimetrlik yerdən keçirir və baxılır. Əlbəttə, bundan ötürü cərrahın oputu, bundan cərrahın belə deyək, əl qabiliyyəti olmalıdır, təcrübəsi olmalıdır. O cür əməliyyatda mən bilən heç iz də qalmaz. İz önəmsizdir. Ən önəmli bilsiz nədir? Bərpası. Bərpası. Ən önəmli, biz qabırğarası əzələləri kəsirik boylama. Əlimiz döş boşluğuna girsin deyəni, ən azından 5-6 santı kəsik olmalıdır. Və qabırğalar qoymuruq, aralayanda qabırğalar sına bilir. Orada sinirlər var, əzələlər var, həmin nahiyyə inkişafdan qalır, kəsilir. Amma balaca nöqtədən keçində olmur. Bir də bizim görünüş sahəmiz artır. Biz ədə əlimizdə görülürsə belə gözdən, qoyduğumuz kamera 10 dəfə böyüdür. 10 dəfə daha yaxşı görürük və daha yaxşı işləyir. Əlbəttə, çətinliyi var ki, güzgü reaksiyasıdır. Biz orada baxıb burada əməliyyat icra edirik, monitorda. Mənə həmişə o maraqlı gəlirdi ki, yəni o necə olur da, ora baxıb burada əl vərdişi lazımdır, çox əməliyyat eləməsi lazımdır ki, bugünkü gün qida borusunda torakoskopik edən cərrah çox azdır, yox kimidir deyək. Biz bir ay öncəki elədik, bu patologiya çox nadir rast gələn patologiyadır. Nə qədər çox, bəli, bax, elə bunu bilmək istəyirəm ki, çox nadir rast gələnlərdir. Bugünkü gün 4000-5000 uşağın birində rast gələn. Əslində nadir də deyil, çoxdur. Amma biz artıq ölkədə, mən 3 il yarımdır işləyirəm, 15 əməliyyat icra eləmişəm, 15-dən bir dənəsini açıq eləmişik. O da texniki problemlərə görə, hansı ki, başqa bir patologiyada var idi ki, ona laparoskopik, torakoskopik girmək mümkün deyildi. Ona görə açıq elədik. Amma 13 pasiyentin hamısını torakoskopik eləmişik. Hamısı da sağlamdır, evlərində yaşayır, normaldır və heç bir problem də yaşamır. Görünüş sahəmiz çox işləmək, sadəcə orada artıq cərrahın əl vərdişi və oput tələb edir ki, damarlar, ürəyin, ağciyərin yanında işləmək. Bizim səhifələri izləyən varsa əgər bir internet sosialda, təbii ki, hal-hazırda siz danışdığınız zaman görə bilərlər orada. Bütün əməliyyatları bir var belə danışaq, bir də var real göstəririk. Əməliyyat edib paylaşırıq. Görsünlər insanlar ki, artıq bu əməliyyatı edən insanlar var ölkəmizdə. Cərrahiyə görə xaricə getməyə ehtiyac yoxdur. Laparoskopik cərrahiyyə. Bizim qat-qat yaxşı cərrahlarımız var ki, hansı ki, laparoskopiya və torakoskopiyanı edir. Əlbəttə, keçmişdə qalanlarımız da çoxdur, az deyil. Onlar da tədricən artıq, yəni bu dövr laparoskopiya dövrüdür. Hətta biz dövr keçir laparoskopiyanı da qabağa. Daha yeni bir metod gələcək. Əlbəttə. Kənardan heç bir müdaxiləsiz əməliyyat olunacaq. Spider texnologiya deyirlər ki, artıq Da Vinci adında robotdur ki, bir alət girir, onun 4-5 qolu var, içəridə ayrılır, onun əməliyyatı olunur. Artıq, yəni, bizim ölkədə əlbəttə gələcək buna yavaş-yavaş. Tibbi elmi tərəqqinin inkişafıdır bu və durmadan artır. Çox gözəl. Bir sual da verəcəm. Əsas bu sual mənim özümə də çox önəmlidir. Yəni, maraqlıdır belə deyək, önəmlidir. Yox, maraqlıdır mənə bu sual ki, bu günləri də bir çox valideynlər çəkinirlər və qorxurlar ki, uşaqlara əməliyyatda anesteziya verməkdə, yəni körpələr anesteziya keçiriləcək, narkoz alacaq. Ümumiyyətlə, ziyanı varmı və qorxmağa dəyərmi? Ümumiyyətlə, anesteziya əvvəllər bəlkə də qorxulu hal kimi insanların beynində gəzirdirsə, bugünkü gün heç bir qorxulu hal deyil.
əlbəttə, uşaq narkozsuz, anesteziyasız əməliyyata götürülmür. Bu bəllidir. Psixoloji stres, əsəb, digər problemlərə görə. İkinci, uşaq orada sakit dayanmayacaq, ağrısız olsa belə. Üçüncü, yəni narkoz artıq o qədər müasir preparatlar çıxıb ki, onun heç bir təsiri yoxdur. Əlavə heç bir zərəri yoxdur. Sadəcə peşəkar anestezioloq və müasir dərmanlarla istifadə olunmalıdır. Və valideynlər düşünür ki, ay bunun az dozada verin. Bizə çox suallar verirlər. Doktor, xahiş edirəm onun dozasını az verin narkozun bizim uşağımıza. Yəni, bunlar tamamilə yanlış bir məfhumdur. Nədən? Hər bir uşağın çəkisinə və yaşına görə narkozun dozalanması var. Onu anestezioloq və aparat tənzimləyir. Və artıq orada çox azdır, vermək mümkün deyil. Valideynlər bunu desə də, biz ona başa salırıq ki, bu belədir. Təbii ki, anestezioloq da istəməz ziyan eləsin. Əlbəttə, yəni burada hər bir uşağın çəkisinə və yaşına görə dozalanma var ki, o dozalanmanı az verəndə uşaq tam rahat yatmayacaq və ağrılı olacaq və o da özünü bildirəcək. Çox da verəndə gecə ayılma problemlər, digər problemlər baş verir. Burada narkozdan narkoza fərq olurmu anesteziyadan? Hər bir uşağın, hər bir patologiyanın özünün dərinliyi var. 5-10 dəqiqəlik əməliyyatın müddəti fərqlidir narkozu, ağır böyük əməliyyatların müddəti fərqlidir. Məsələn, biz 6-cı günə bir əməliyyat planlayırıq, 5 saat çəkəcək əməliyyat. Orada artıq verilən anesteziya tamam fərqlidir. Deyim, o patologiya haqqında da, məsəl üçün, patologiya fərqlidir. Əslində doğulub elə bir oğlan uşağıdır. Amma əslində bu daxildə tam qızdır, xarici orqan kimidir. Və buna konjenital adrenal hiperplaziya deyirlər. Anadan gəlmə böyrək üstü vəzin hiperplaziyasıdır, çox hormon sintezidir. Qız uşağın xarici orqanların oğlan kimi yetişdirir. Amma əslində bu qızdır. 4 yaşına qədər pasiyenti oğlan kimi biliblər. Sonra təsadüfi uzu olanda qarnında aşkarlanıb ki, bu belədir. Və o cinsiyyət orqanında da bir problem olub. Artıq orada onu əməliyyat edib tam xarici orqanları da qız kimi formalaşdırmalıyıq. Bu əməliyyat 4-5 saat çəkir, mikroskopik bir əməliyyatdır, çətin əməliyyatdır. Amma kifayət qədər bizim bu sahədə optumuz çoxdur. Yəni, ölkəmizdə 3 il ərzində 11 əməliyyat icra etmişik buradan, amma xaricdə işlədiyimiz müddətdə 50-100-ün üstündə əməliyyat eləmişik. Yəni, bizim üçün heç bir çətin sahədə deyil. Amma çox az rast gəlinən, hər 40 min uşağın birində rast gəlinir bu patologiya. Və çox da, yəni, belə deyək də, nəticəli yaxşı olmalıdır bu əməliyyatlar. Uğurlar sizə bu əməliyyatda. Mənim şübhəm yoxdur ki, yəni bizim doktorumuz uğurla bitirəcək bu əməliyyatı. Güman edirəm və bilirəm ki, həmin o uşağın valideynlərinə də buradan səbir arzu edirəm və uşağınız yaxşı əllərə düşür, belə deyərdim. Və qonağımız uşaq cərrahi tip elmlər üzrə fəlsəfə doktoru Toğrul Ömərov idi qonağımız bugünkü qonaq. Doktor, təşəkkür edirik. Hər bir kəsə sağlam can arzu edirik və sizin kimi peşəkar insanları hər zaman efirimizdə görmək bizə çox xoş olur. Minnətdarlıq. Çox sağ olun, təşəkkür ederim. Tezdən oyan. Bəlkə güləsən
ki güləsən. Ah rəhmət yarım, bircə dəfə dünya gülsün, gülüşünlə qəlbin gülsün, gözlərin gülsün. Nə olar yarım, bircə dəfə dünya gülsün, gülüşünlə bəxtim gülsün, talihim gülsün. O gül gönçən güldü, mən onu çox sevirəm, incinərdən incən güldü, mən onun üçün ölərəm, baxdı mənə incən güldü, həyatım güldü. O gül gönçən güldü, mən onu çox sevirəm, incinərdən incən güldü, mən onun üçün ölərəm, baxdı mənə incən güldü, həyatım güldü. O gül gönçən güldü, incinərdən incən güldü, baxdı mənə incən güldü, həyatım güldü. Hey, o gül gönçən güldü, mən onu çox sevirəm, incinərdən incən güldü, mən onun üçün ölərəm, baxdı mənə incən güldü, həyatım güldü. Tezdən oyan. Və mən belə baxıram ki, mənim kokteylim artıq hazırdır. Bayaqdan fikrim qalıb burada ki, bu necə belə cecik kokteyl hazırlayacaqdırsa mənim üçün bu günləri. Onun dadı elə də Şəbnəmə verməyəcəm, hamısını özüm içəcəm. Hə, belə içilmir bu. Kənan paxıl mesaj bir ötürdü bu dəqiqə ki, Şəbnəmə kokteyl verməyəcəm. Sən verməsən də usta mənə təklif edəcək. Təşəkkür edirəm. Görürsən də Kənan. Bu istidir ki. Kənan centlimendir axı. Havalar soyuqdur, ona görə istidir. İsti halda biraz... Çox gözəl. Bananın tamı da hiss olunur burada. Banan siropunu deyəsən qatmışlar. Amma demişdin şaftalı da burada olur. Şaftalı olan da yaxşı olar. Yox, növbəti dəfə. Amma Boranıya gəlsəm, şaftalı ilə hazırlayarsan, gedin siz də mütləq. Yəni, yeməklərindən də sayağı olaraq bu cür gözəl kokteyllər, içkilərinin dadına baxa bilərsiniz. Təşəkkür edirik Boranıya. Hər zamanki kimi çox ekskluziv, gözəl, maraqlı kokteyllər və yeməklər də olur bizdə həftə içi sizin ustalarınızın. Yeməklərimizə çatan yox. Təşəkkür edirik usta. Gözləyirik siz hər zaman. Bugün şou göstərə bilmədik, amma gələn verilişlərimizdə mütləq göstərərik. Təşəkkür edirik. Elə bu dadlı kokteyli içə-içə biz də tamaşaçılarımızla sağollaşaq. Siz də əgər içmək istəyirsinizsə bu kokteyldən qaçın bu dəqiqə ilə Boranıya. Çünki efirimiz bitdi bizim və artıq rahat gedib səhərimizi açmışdınız. Bizimlə birlikdə rahat gedib istirahətinizi və günorta yeməyinizi və hər bir şeyinizi edə bilərsiniz. Bugünlük bu qədər. Və mən Kənan sənə təşəkkür edirəm. Bugün çox gözəl bir tandım oldu səninlə birlikdə. Minnətdaram bu gözəl həmkarlığa görə. Və bugün çox istirahət günümüzü sizinlə bərabər keçirdik. Sizə tövsiyələrimiz oldu, maraqlı həkimləri təqdim etdik və sona yaxınlaşdıq. Hər zaman olduğu kimi sonda təşəkkürümüz var. Kənan, sən təşəkkürün yoxdur deyəsən geyimin saç düzmü üçün, hə? Geyimin saç düzmü üçün. Özünə məxsusdur deyəsən. Bugün özümə məxsusdur. Bu günləri özümü belə hazırlaşdırdım. Allah, gözəl. Zövq yaxşıdır, yoxdur. Mənim amma təşəkkürüm var. Şəhərimizdə yeni fəaliyyətə başlayan MTHR Akademiya minnətdarlığını bildirəm. Çox ekskluziv, maraqlı saç düzümləri edirlər, makyajlar edirlər. Bugün də usta Esmira, stilist Esmira və make-up ustası Nərmin məni hazırlayıb efirə göndərdilər. Qızlar, möhtəşəmsiz, təşəkkür edirəm və MTHR Akademiya sizə hər zaman çox gözəl... Maşallah gözəl görsənirsən bu günləri. Bəli. Gözəllikdən də başqa mən siz yeniliyi çox xoşlayıram və ilk dəfə idi, bax, belə saç düzmə edirdim. Qızlara həvalə etdim bu üslubu və məncə pis alınmayıbdır. Siz də hər zaman öz gözəlliyinizə gözəllik qatmaq istəyirsinizsə, MTHR Akademiya sizin yolunuzu gözləyir. Və sonda Əbdülxaliddən gözəl bir musiqi ifası dinləyərdik. Onunla da sizlə sağollaşırıq. Dinləyək. Tezdən oyan. Zəri torpağının hamımız evladıyıq, Bakı bizim anamız, ona canla bağlıyıq,
Sən çəkək günəşim Azərbaycanıma Əzizdir mənə vətənim Mən bağlıyam Bakıma Sarayı, içən şəhər qızı qarası O vaxtdan bu günə kimi əziz nəyir yadigarı Keçmiş illər xatiri Azərbaycan diyarı Azərin torpağının hamımız evladıyıq Bakı bizim anamız, ona canla bağlıyıq Sən sacey günəşim Azərbaycanıma Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma Qədim Bakı günü gündən cavanlaşır Mavi Xəzər sahili hər yan əlvan yaşıllaşır Bakıma hər yandan tez-tez qonaqlar ağışır Vətənim çox gözəldir, hamı deyir, hamı danışır Azərin torpağının hamımız evladıyıq Bakı bizim anamız, ona canla bağlıyıq Sən sacey günəşim Azərbaycanıma Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma Azərbaycanımın hamımız evladıyıq Bakı bizim anamız, ona canla bağlıyıq Sən saçey günəşim Azərbaycanıma Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma Azərin torpağının hamımız evladıyıq Bakı bizim anamız, ona canla bağlıyıq Sən saçey günəşim Azərbaycanıma Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma Zəngli satı dinlərsən Gözlərini aç, dişini təmizlər Qəhvəni də iç, vurdu əlinə al sən Tezdən oyan səhər, tezdən oyan səhər Bizimlə oyan Tezdən oyan Tezdən oyanın dostları Evimiz mağazası Həyat istirahət mərkəzi Proterin istilik sistemləri mağazası Oakville pəncərə filtrləri və Amiga taksi sifarişi xidmətidir Tezdən oyan